Salam, salam. Əvvəlcə tələbə adını qazanan hər kəsi təbrik edirəm. Ümid edirəm ki, hər şey əla olacaq. İmtahandan kəsilənlər. Bilmirəm, bəlkə də deyə bilərsiniz ki, hə, Aytaç, sənin üçün danışmaq asandır, sən universiteti qurtarmısan, amma yox. Bilirsiniz, əgər bir şeyin ki bizə təkrarı verilir, onun üçün niyə pis olmaq lazımdır? Pis ol, içindən keç, depressiya, o yan, bu yan qoy kənara. Qızlar üçün onu demək istəyirəm ki, gözünü açıb yumacaqsan, görəcəksən ki, artıq mart-aprel ayıdır, imtahanın vaxtı gəlib çatıb. Deyəcəksən ki, ayda nə yaxşı ilə kəsildim. İndi daha yaxşı bal toplayacağam və daha yaxşı yerdə təhsil alacağam. Oğlanlar üçün bir damcı fərq var ki, əsgərliyə gedirlər. Amma gəlin bunu da belə düşünək ki, nə edirsən elə, həyatın müəyyən bir hissəsində bu əsgərlik mövzusunu aradan çıxarmaq lazımdır yaxşı mənada. Onu da deyək ki, o da başdan aradan çıxdı, getdi. Sonra sən də gələcəksən, sən də daha çox əziyyət çəkəcəksən. Bəlkə də istədiyin yerdən də daha yaxşı yerdə təhsil alacaqsan. Yenə deyirəm, bir şeyin ki bizə təkrarı verilir, ona oturaq günlərlə ağlayaq, nə olacaq? Heç nə. Ona görə xahiş edirəm, ətrafınızda sizi kim qınayırsa qınasın. Birinci qınayan adamlara baxın, görün onlar hansı yerdədir. Çünki yaxşı yerlərdə olan insanlar heç vaxt sizi qınamırlar, əksinə motivasiya verirlər və deyirlər ki, bundan da yaxşısını eləməyə bacaracaqsın. Kim qınayır, kim nə deyirsə desin, vicdanınızı da almayın, sadəcə olaraq çalışın. Səbir, səbir, səbir. Gələk hədiyyələrə. Deməli, mənə tez-tez bəzi tələbələr yazırdı ki, Aytaç xanım, imkanımız yoxdur, geyim ala bilmirik, çanta və yaxud da ki, baxın mən vasitələri və yaxud da ki, kosmetika və s. və s. Mən də hər zaman onlara deyirdim, gücüm çatanı edirdim. Sonra dedim ki, gəlin bu dəfə daha çox geyimlə, makyaj ləvazimatları ilə tələbələri sevindirək. Və mənə qoşulan izləyicilərim, hər birinizə təşəkkür edirəm. Çox sağ olun, yaxşı ki, varsınız. Yəqin ki, bugün 2 tələbəni sevindirərik. Görək bu hədiyyələrin içində nələr var, görək onları necə bölək. Mən də baxmamışam, inanın ki, baxmamışam gələn hədiyyələrə, sizlə bir yerdə baxacağıq. Başladıq. Buradan görünürəm, yoxsa bunları birinci boşaldaq. Görək burada nələr var. Sizin üçün belə bir çanta ayırmışam, çox qəşəngdir. Ən bəyəndiyim çantalarımdan biridir. Bunu istər paltolarla, istər belə qısa dəri cəketlərlə çox qəşəng görsənir. Sonra belə, daha belə cici bir model ayırmışam sizin üçün. Toya, bayrama, ad gününə getsəz, çox bir şirin modeldir. Uzun qulpu da var içərisində, belə götürüb istifadə edə bilərsiniz. Tələbələrin sevimlisi bu çanta. Trend yolda bir ara viral olmuşdu. Amma hər kəs bütün rəngini alırdı. Bu arada bunları bir dəfə istifadə eləmişəm ya yox. Bunu ümumiyyətlə deyəsən istifadə eləməmişəm. Sonra bunu çox sevə-sevə almışdım. İnaləddin Nəsimi mənim ən sevimli şairlərimdən biridir. İnşallah sizə də uğur gətirər. Qoydum bura. Sonra burada nələr var? Bunu Türkiyədən almışdım bu dəsti. Geyinməmişəm, heç yerə geyinməmişəm. Evdə sadəcə bir dəfə make-up videosu çəkmişəm və qoymuşam yerinə. Pink bir dəstir. Bunu istəsəz evdə də geyinə bilərsiniz, istəsəz universitetdə geyinə bilərsiniz. T-şörtü ilə başqa bir geyimlərdə kombin edə bilərsiniz. Bunu da belə qoydum bura sizin üçün. Sonra qatdalayarım. Sonra belə bir kətan köynəyidir. Tələbələr ən çox belə rahat geyimlər istəyirlər ki, altdan bunu istəsəz kropla da geyinə bilərsiniz. Oy, bu tərsidir. Müxtəlif butiklərdən alınıb hamısı. Aha, baxın belə. Bu cins şallarla çox qəşəng görsənir. Cins şallarla bunu kombin edə bilərsiniz. Bunu da qoydum. 2 tələbəni sevindirəcəyik. Bəs şərtlər nədən ibarətsiz? Onu da deyəcəm sizə videonun gedişatında. Sonra belə bir yaşıl tişört. Ümid edirəm, bunu da çox bəyənərsiniz. Sonra qabaqdan soyuq gəlir, əlbəttə ki. Sizə lazımdır qəşəng kurtqalar. Belə bir kurtqa. 2 dənə belə böyük cibi var. Gördünüz. Həm S geyinə bilər bunu, həm də M. Hətta boşdur, bu məncə elə də gedər. Belə bir modeldir.
Sonra belə şirin sviter. Çox qəşəng qalır əynində və o qədər şirin görsənir ki, mən ümumiyyətlə belə rəngli sviterlər geyinəndə əsasən payız və ya dekabrda, yəni qış aylarında modum çox yüksək olur. Elə bilirəm ki, dünyada hər şey rəngarəngdir. Ümumiyyətlə mən soyuğu çox sevirəm. Təbii ki, sizin rahatlığınızı unutmamışam və sizə qəşəng pijamalar ayırmışam. Biri belə ayı kuklalıdır. Baxın. Şalvarı da var. Səhv eləmirəmsə onun şortiki də var. Sonra belə bir şalvarlı pijamadır. Və belə bir şalvarlı pijamadır. Bu da koftaları da onların. Gördüyünüz kimi. Belə bir klassik şalvar. Düşünürəm ki, bu bütün kombinlərlə gedər. Və yenə rəngli bir sviter. Ümid edirəm ki, çox sevəcəksiniz, bəyənərək geyinəcəksiniz və dediyim kimi 2 tələbəni sevindirəcəyik. Bu belə, bu mənim sizə hədiyyələrim. Kosmetik vasitələr də var, bir də saç baxımları, onları da sizə göstərəcəm indi. Bu getdi. Universitet vaxtı ola bilər ki, bəlkə də kimlərsə sizdən daha yaxşı geyimlər geyinə bilər. Marka geyimlər olsun, brend məhsullar və s. və s. Bəlkə də çətinliklər çəkə bilərsən maddi cəhətdən, çox düşərsən, çox qalxarsan. Amma mənim sənə universitet dövründə verəcəyim bir məsləhət var ki, ən başda çox xahiş edirəm ki, ixtisasını çox yaxşı öyrən. Çünki ixtisasını çox yaxşı öyrənən kadrlara hər zaman ehtiyac var. Ay diplom boş şeydir, ay qalıb toz basacaq falan. Boş söhbətlərdir. Sadəcə olaraq ixtisasını yaxşı bil və bil ki, sənin də zamanın gələcək. Digər məsələlərə qalanda yaxşı dostluqlar edin. Bilirəm, indi insanlar çox kamuflyaj olunur. Bilə bilmirsən bu yaxşı insandır, pis insandır. Amma mən hələ də universitet dövründən dostluqlarım var ki, onların əvəzi yeri tamamilə başqadır və əsl dostluq meyarı elə onlarda cəmləşir. Yaxşı dostluqlar edə bilərsən, yaxşı anılar yığa bilərsən. Həm işləyib, həm oxuya bilərsən, çətin də olsa. Amma bil ki, mövzunun başında dediyim cümlələr, yəni ki, müvəqqəti çətinliklər ola bilər. İnşallah ki, sən də universiteti qutararsan, yaxşı yerlərə gəlib çıxarsan və görəcəksən ki, boş şeylərdir. Nə bilim, maaşınla bir dəfə yaxşı brend bir kosmetik vasitə ala bilərsən, bir dəfə yaxşı qızıl ala bilərsən, geyim ala bilərsən. Yəni, əldə edə biləcək şeylərdir də çoxsu. Buna görə pis olmaq, üzülmək. Əsas odur ki, burada nə var? Necə bir xatirələr topladın? Əsas inanın ki, bunlarda yaşadıqca təsəlli verdiyimi təsəlli deyəcəksən ki, Aytaç həqiqətən təsəlli vermirmiş, doğrudan da düzünü deyilmiş. Və ən əsası kitab oxumağı unutma. Görək sonra burada nə var? Sizə qəşəng platyalar. Etiketləri belə üzərindədir, yəni. Çox sağ olun, dəyərli izləyicilər. Baxın, belə bir. Nə qəşəng dondu bu. Çox qəşəngdir, mən çox sevdim. Sonra pencəyə kimi sizin üçün ayırıblar. Trend yoldandı bu da. Sonra burada nələr var? Sonra belə bir platyadır. Wow, deyəsən universitetin ən cool qızı siz olacaqsınız. Sonra izləyicilərim də zövqlüdür özüm kimi. Sonra belə bir platya. Bunu hətta universitetin ilk gününə də geymək olar. Çox qəşəngdir. Hətta 3 tələbə də sevindirə bilərik bunu. Bunu sonda seçəcəm indi. Görüm neçə yerə bölmək olar bunu. Belə bir crop. Bu cropu bu pencəyin altından da geyinə bilərsiniz. Oy. Sonra belə bir don. Görə bilirsiniz oradan. Qəşəngdir. Sonra nə var burada? Sonra belə bir don. Hətta bunu toylara, qrup yoldaşlarınızın ad günlərinə falan da geyinərsiniz. Qəşəngdir.
Sizin yerinizi artıq sevinməyə başlayıram. Belə bir crop. Sonra, ay çox qəşəngdilər qızlar. Deyəsən çox tələbə sevindirəcək. Deyəsən 3 yerə böləcəm mən bunu. Sonra belə. Sonra belə bir ağ rəngdə şalvar. Rəngi çox qəşəngdir. Yox, nə ağ deyil, nə də qara deyil. Krem rəngdədir. Baxaq. Aha, belə bir platya. Əgər sizə qısa kimi görünürsə, evdə geyinə bilərsiniz. Sonra belə bir saroçka. Oo, nə qəşəng saroçkadır bu belə. Qollarına bax hələ. Bunu da ziyafətə də geyinmək olar yəni. Sonra belə bir əsl tələbələr üçündür. Bax, saroçkalar, cins şalvarlar. Nə bilim, sonra nə var burada? Sonra bir dənə də belə qara köynəkdir. Bu qız kimsə qara rəngi yaman sevir mənim kimi. Sonra belə. Oy, bu da çox qəşəngdir. Qızlar, vallahi geyim almağınıza ehtiyac qalmayacaq kim udacaqsa bunları. Belə bir saroçka və belə bir ətək. Zövqlü izləyicilərimdən biri göndərib bunları, keçək o birilərə. Çox xahiş edirəm əziz tələbələr. Üz qolluğuna xüsusi diqqət eləyin, çox xahiş edirəm. Sizə en qədər məhsul tövsiyə edəcəklər. 3 manata üz yuma geli, 2 manata tonal krem, 1 manata konsiler. Başlayacaqlar. Mən illərdir 1 manatlıq konsiler işlədirəm. Üzümə heç nə olmayıb. Ki, başıma qaynar su tökürlər. Bəlkə də həmin illərdə olmayacaq. Amma üzərindən illər keçəcək, başlayacaq üzündə məsamələr yaranmağa, qara nöqtələr yaranmağa. Bunu eləmə. Çox xahiş edirəm. Münasib qiymətə üz yuma geli, səhər axşam üzünü yu, nəmləndirici, üzünü, göz altını nəmləndir. Tonal krem, gözaltı konsiler. Çox yaxşı seçimlər ilə bunu. Hər gün tonal krem və konsiler vurmağa ehtiyac yoxdur. Üzünü təmiz saxla ki, ümumiyyətcə bunlara ehtiyac olmasın. Kosmetik vasitələrdə alırsansa, xahiş edirəm, çox diqqətli ol. Araşdır. İndi əlində milyon dənə resurs var. Çək at. Deyən yaxşıdırmı, pisdirmi? Araşdır. Ondan sonra hər reklama inanmırıq. Şik-şak. Keçdik. Bir dənə izləyicim sizə qəşəng çantalar göndərib. Belə bir çanta. Nə qəşəngdir. İçində də eyni rəngdə qulpu var. Bu da sevilən və dəbdən düşməyən modellərdəndir. Satışda görə bilərsiniz hər zaman. Və belə. Bunları da ayırarıq. Mən hələ əlavə olaraq yenə çanta və geyimdə qoymaq düşünürəm. İmtahanda tələbə yoldaşlarıma kömək. Keçən dəfə bir qız məsləhət verirdi tələbə yoldaşlarına və deyirdi ki, imtahanda heç kəsə kömək eləməyin. Bilirsiniz, bəzi hadisələr var ki, onu kimlə məsləhət verirsə versin, bunu biz həyat təcrübəsindən keçirməliyik. Mən deyə bilmərəm, ay kimləsə dostluq eləmə, imtahanda kiməsə kömək eləmə. Boş şeylərdir, bu hamısı təcrübədir. Mən elə hey danışım burada. Sən onu özün yaşamalısan. Əlbəttə, insanlara güvən olmaz, ehtiyatını saxlamalısan o öz yerində. Vallahi imtahanda mən elə olurdu ki, özümü təhlükəyə atmadan bax. Öncəsi özüm, sonrası sonra. Özümü təhlükəyə atmadan mən yazıb qutarırdım, özü də bizdə yazılıydı. Elə olurdu ki, nəinki arxadakı, öndəki, sağdakı, solda hər kəsə kömək eləməyə çalışırdım. Özümü təhlükəyə atmadım. Yəni, nə bilim, bunlar biraz absurd məsələlərdir, amma ehtiyatlı olun. Amma yenə deyirəm, hər kəslə oturub durmaq olmaz. Hər kəsə inanmaq olmaz. Burada ehtiyatlı olun. İnsanlar çox qəşəng maskalanır. Əvvəlcə özün, sonrası sonra. Keçək kosmetikaya. Buradan Beauty House ailəsinə çox təşəkkür edirəm. Cibləri dolu olsun, bol müştərilər, bol qazanclar. Biz bunlarla tez-tez əməkdaşlıq edirik. Çox sevirəm, çox mehriban kollektiv var. Sizə belə bir şampun qoyublar saç üçün. Çox qəşəngdir. Özüm də istifadə eləmişəm bundan.
Anamın ən çox sevdiyi maskadır. İnanın ki, çox qəşəng effekti var. Baxın, belə bir maska. Sonra sizə belə qəşəng Wet n Wild'ın ten paletini qoyublar. Sonra tonal krem, yüngül teksturalda, amma çox qəşəngdir. Belə bir gloss, ən sevilən rənglərdəndir. Dodak karandaşından sonra çox qəşəng görsənir. Hər kəsin, bütün tələbələrin ehtiyacı olan liner və tuş. Bunlar bir tələbənin. Mənim özümün də bura əlavələrim olacaq. Sadəcə dediyim kimi 1-2 sifarişim gəlməyib, amma videonu artıq paylaşmalıydı ki, qalibi seçək. İzləyicilərimdən biri düzəldib sizin üçün. Çox sağ olsun. Təşəkkür edirəm. Cibi bol olsun. Belə. Ay, qoy açaq. Şirin bir gift box. Gələk yaxından baxaq buna. Şirin bir gift box düzəldib. İçində nələr var? Belə bir qələmlərinizi yığarsınız. Belə bir ruşka var. Ay, belə mini bir makyaj çantası var. Nə qəşəngdir. Mini deyil ha, bayağı yekədir. Makyaj süngərləri. Rezin. Bu bilmədim nədir deyəsən, qələm yontmaq üçündür. Açmıram, özün açarsan. Bu da deyəsən, aha, belə bir bilezikdir. Ay, çox şirindir. Dodak karandaşı, ruçkalar, yaxşı oxumaq üçün qoyub. Belə zajemlər, rezinlər, yenə zajemlər. Çox ehtiyac olur bunlara, inanın. Dırnağınız üçün pilkalar. Belə balaca bir. Baxın. Açarlarınızı qoyarsınız. Yenə zajem. Kitabın altından belə xət çəkərsiniz. Dediyim kitabları oxuyarsınız. Sonra bunun içində bilmirəm nədir, açarsınız. Baxarsınız, mənə də yazarsınız ki, nə çıxdı. Belə bir əl kremidir bu. Ya da ki, dodaq balzamı. Yenə makyaj süngərləri. Nə qəşəng yığıb. Çox qəşəngdir. Güzgüsünə kimi qoyub baxın. Sonra bunun içində nə var? Aksesuarlar. Mənim aksesuarlar yadımdan çıxmışdı, amma baxın, izləyicimin çıxmayıb. Çox qəşəngdir. Sonra yenə belə bir, bölüşə də bilərsiniz bunu. Yenə belə bir açarlıq qabları var. Zajemlər. Yenə var. Not dəftərinə kimi qoyub. Nə şirin boxdur belə. Mən çox sevirəm belə şeyləri. Bloklar, açarlarınızı taxarsınız. Bir dənə də ürək üzüyü var. Üzüyü. Belə bir bloknot qoyub sizə. Sonra maska. Yenə balaca bir bloknot. Çox qəşəngdir. Bunu da bir tələbə edək. Bunu 2 tələbənin arasına da bölə bilərik. Birini də göndərə bilərik. Baxacağıq. Belə mini qutuda mənim də bir dənə kosmetik vasitələrim gəlsin. Onu da ayıracağım sizin üçün. 2 dənə tələbəyə ayıracağıq məhsulları. Bəs qalibi necə seçəcəyik? Bu videoya, sadəcə olaraq bu videoya şərh yazsın və videonu bəyənsin. Bunların içərisindən 2 dənə tələbəni seçəcəm. Məhsulları göndərəcəm. Çox xahiş edirəm. İmkanı olan, bunları özü ala biləcək, ailəsi ala biləcək şəxslər bu videoya şərh yazmasın. Çünki biz onu biləcəyik. Tələbənin üzünü paylaşmayacağıq. Ola bilər ki, o çəkinər, sonradan utanar ki, baxmasınlar, bilməsinlər. Amma bizi aldatmağa çalışmayın. Çünki görürəm ki, Instagramdan əlində iPhone 17 olan tələbələr mənə yazır ki, biz də istəyirik o məhsulları falan. Yəni, bizdən məzələnirsiniz məncə artıq.
Belə inşallah ki, ehtiyacı olanlara gedər. Hər birinizə uğurlar arzu eləyirəm. Yenə deyirəm, zaman gələcək, özünüz qazanacaqsınız. Həm özünüz üçün, həm də ehtiyacı olanlar üçün. Sağ olun, özünüzə müğayət olun.